Анара Салаева представляет аудио учебники. Уважаемые зрители, если вам нравятся наши видеоуроки, то ставьте лайк и подписывайтесь на наш канал. Azərbaycan tarixi 5-ci sinif, paragraf 3. Azərbaycanda ilk insan məskənləri. Dünyanın bir neçə ölkəsində qədim insan izlərinə, yaşayış məskənlərinə rast gəlinmişdir. Azərbaycanda qədim insanların yaşadığı ilk ərazilərdən biridir. Ölkəmizin əlverişli iqlimi insanların burada məskunlaşmasına şərait yaratmışdır. Şirin sulu çaylar, təbii mağaralar, zəngin bitki örtüyü və heyvanat aləmi ilk insanların yaşaması üçün zəruri şərtlərdir. Axı əkinçilik və maldarlığın yaranmasına qədər insanlar yığıcılıq və ovçuluqla məşğul olurdular. Əsas qida ehtiyatları da məhz bu yolla əldə edilirdi. Mağaraları insanların ilk evi adlandırmaq olar. Onlar zəlzələ və vulkanlardan sonra qayalıqlar içərisində meydana gələn boşluqlardır. Zaman keçdikcə bu boşluqlar qədim insanların ilk sığınacağına çevrilmişdir. İnsanlar ovladıqları heyvanları mağaralarda bişirib yeyir. Soyuqdan, yağışdan, tufandan, vəhşi heyvanların hücumundan qorunurdular. Azərbaycanda ilk insanların yaşadığı ən qədim mağara Azıq mağarasıdır. Bu mağara Qarabağda, Xocavənd rayonu ərazisindədir. Mağara Quru çayın sol sahilində yerləşir. Quru çay uzun illər axaraq mağaranın giriş yolunda dərin yarğan açmışdır. Bu mağaranı su basma təhlükəsindən xilas etmiş. İlk insanların burada məskunlaşmasına şərait yaratmışdır. Bunu bilmək maraqlıdır. Bir rəvayətə görə Quru çay dərəsində bir çoban sürüsünü otarırmış. Onun keçiləri itir. Çox axtardıqdan sonra keçilərini bir mağarada tapır. Mağaranın girişi bitkilərlə örtülüymüş. Onun içindəki yollar müxtəlif formalı daşlar çobanın diqqətini cəlb edir. Axşam tərəfi çoban kəndə qayıdır. Mağara haqqında cəmaata danışır. Mağara haqqında söz-söhbətlər yayılmağa başlayır. Güya mağarada sirli varlıqlar, əjdahalar yaşayır. 1960-cı illərdə arxeoloq Məhəmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya Azıq mağarasını tədqiq etdi. Müəyyən edildi ki, mağara dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri olub. Quru çayın yuyub gətirdiyi daşlardan mağarada yaşayan insanlar əmək alətləri hazırlayırdılar. Mağaradan müxtəlif daş alətlər aşkara çıxarılmışdır. Onların ən böyüyün ağırlığı 4-5 kiloqrama qədərdir. Bu alətlərdən iri heyvanların ovlanması zamanı istifadə olunurdu. Qazıntılar zamanı Azıq mağarasından qədimi insanların ovladıqları heyvanların sümükləri tapılmışdır. Onların içərisində mağara ayısı, maral, qaban və gərgədan sümükləri olmuşdur. Azıq adamı. Azıq mağarasından aşkar edilən ən qiymətli tapıntı insanın alt çənə sümüyüdür. Onun qazıntılar zamanı Məhəmmədəli Hüseynovun başçılıq etdiyi ekspedisiya aşkara çıxarmışdır. Müəyyən edilmişdir ki, çənə sümüyünün 350 min ildən çox yaşı vardır və təxminən 18-22 yaşlı qadına aiddir. Tapıldığı mağaranın adı ilə ona Azıq adamı adı verilmişdir. Məhz bu tapıntıya görə Azərbaycan Avropanın ən qədim sakinləri xəritəsinə daxil edilmişdir. Azıq adamına aid alt çənə sümüyü hazırda Milli Azərbaycan Tarixi Muzeyində sərgilənir. Bu tapıntı Azərbaycanın ən qədim insan məskənlərindən biri olduğu sübut edir. Bunu bilmək maraqlıdır. Alimlər Azıq mağarasında gizli yerlər də aşkar etmişlər. Burada mağara ayısının kəllə sümükləri saxlanılırmış. Tapılan ayı kəllələrindən birinin yaşı 300 min il əvvəl aiddir. Onun üzərində daş əşya ilə paralel şəkildə 7 yuxarısında isə çəpəki şəkildə bir cızıq çəkilmişdir.
Bu azıqda yaşayan insanların say haqqında təsəvvürlərinin olduğunu sübut edir. Bilirsinizmi? 1-ci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Fürsətdən istifadə edən erməni alimləri bu mağaranın onlara məxsus olması iddiasını irəli sürmüşdülər. Hətta qanunsuz olaraq beynəlxalq ekspedisiya yaradaraq burada qazıntılar aparmışdılar. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun sürətli həmləsi nəticəsində Azıq mağarasının yerləşdiyi ərazi də işğaldan azad edildi. Həmin mağaradan toplanmış yeni materiallar da öz qanuni sahibinə çatdı. Od, mağarada ocaq izləri də aşkar edilmişdir. Bu, Azıq sakinlərinin odla tanış olduqlarını sübut edir. Od qədim insanların həyatında mühüm rol oynamışdır. İnsanlar ilk vaxtlar odu təbiətdən əldə edirdilər. İldırım çaxması zamanı yanan ağac kösövlərini götürür, onun üzərinə quru ağac budaqları ataraq sönməyə qoymurdular. Sonralar isə quru ağac parçalarını və çaxmaq daşını bir-birinə sürtərək süni şəkildə od əldə etməyi öyrəndilər. İnsanlar odun köməyi ilə soyuqdan və vəhşi heyvanlardan qorunur. Üzərində yemək bişirirdilər. Odu qorumaq bacarığı insanların şuurunun da inkişafına təsir göstərmişdir. Onun sönməməsi üçün müəyyən hesablamalar lazım gəlirdi. Məsələn, bir neçə ağac budağı nə vaxtadək yanıb qurtara bilər? Gecələr ocağa nə qədər odun atmaq lazım idi ki, ocaq sönməsin? Beləliklə, odu mühafizə etmək üçün onu fasiləsiz sürətdə müəyyən paylarla yanacaq, ağac parçaları atılmalı idi. Üstəlik, ocaqda bişirilən qida da paylara bölünməli idi. Bu isə tədricən hesablama vərdişlərinin inkişafına gətirib çıxarmışdır. Odun insan həyatındakı rolunu nəzərə alan alimlər onun əldə edilməsini insanın təbiət üzərində ilk qələbəsi adlandırmışlar. Qədim rəssamların bizə məktubu. Qobustan Bakı şəhəri yaxınlığında yerləşir. Onun bir tərəfi dağlar, digər tərəfi isə Xəzər dənizi ilə əhatələnib. Qədim dövrlərdə Qobustanın bitki örtüyü və heyvanlar aləmi zəngin olmuşdur. Buranın qədim sakinləri dənizdə balıq və su iti tutmuş, quru ərazilərdə isə ceyran, maral, vəhşi öküz, qaban və sair heyvanlar ovlanmışlar. Onlar ox və yaydan istifadə etmiş, artıq iti də əhilləşdirmişdilər. Bilirsinizmi, 1930-cu illərdə Qobustan daş karxanasında işlər aparılırdı. Ərazidə iri qayalar var idi. Qayaların üzərindəki qeyri-adi rəsmlər fəhlələrdən birinin diqqətini cəlb edir. Ərazi təmizləndikcə təsvirlər daha çox nəzərə çarpırdı. Ətrafdakı mağaralarda da xeyli rəsmlər aşkarlandı. Daş karxanasında işlər dayandırıldı. Tapıntılar barədə alimlərə xəbər verildi və Qobustanda qaya üstü təsvirlərin ilkin tədqiqatına başlandı. Alimlərin səyi nəticəsində çox saylı qaya üstü təsvir, həmçinin qədim yaşayış məskənləri, mağaralar aşkarlandı. Təsvirlərdə heyvan rəsmləri, ov, yaylı səhnələri və sair əksi olunmuşdu. Qobustanda qədim rəssamların qayalar üzərinə çizdıqları təsvirlər o dövrdə yaşamış insanların həyatları, məşğuliyyətləri və bacarıqları haqqında qiymətli mənbədir. Qayalar üzərindəki heyvan rəsmləri vaxtilə Qobustanda heyvanların müxtəlifliyindən xəbər verir. Bu təsvirlər vasitəsilə qədim Azərbaycanın faunası, heyvanlar aləmi haqqında məlumatlar əldə etmək mümkün olur. Qobustan qayaları üzərində diqqəti cəlb edən təsvirlərdən biri də yallı səhnələridir. Xalqımız tərəfindən sevilən yallı rəqsi indi də birlik və həmrəylik rəmzi hesab edilir. Görünür, qədim Qobustan sakinləri uğurlu ovdan sonra tonqal ətrafında əylənmiş, halay quraraq yallı getmişlər. Görəsən o dövrdə hansısa musiqi aləti olmuşdurmu? Qavaldaş. Qobustanda alimlərin aşkar etdiyi tapıntılardan biri də Qavaldaş adlandırılan daş, nağaradır. Onun yaşı 10.000 ildən çoxdur. Qavaldaş qədim Qobustan sakinlərinin nadir kəşflərindəndir.
Nisbətən yastı və oval forma bu qaya parçasına kiçik daşla vurarkən cıngıltılı səs yaranır. Qaval daşın bu xüsusiyyəti insanların diqqətini çəkmişdi. Axı hər qaya parçasının bu cür səsi olmurdu. Qobustan sakinləri ondan həm musiqi aləti, həm də xəbərdarlıq etmə məqsədi ilə istifadə etmişlər. Bəlkə də əcdadlarımızın ilk mahnıları qavaldaşın ətrafında bəstələnmişdir. Üzü günəşə üzən qayıqlar. Qobustan qayalıqlarının üzərində qayıq təsvirləri də tapılmışdır. Bu qayıqların uc hissəsində günəş təsvir olunmuşdur. Bu təsvirlər məşhur Norveç səyyahı Tur Heyerdalın marağına səbəb olmuşdu. Bəs səyyahı heyrətə salan nə idi? Bir neçə dəfə Azərbaycana səyahət edib, Qobustanda olan səyyah bu cür qayıq təsvirlərinin Norveçdə də olduğunu söyləmişdir. Onun fikrincə, qədim Vikinglər Norveçə məhz Azərbaycandan köç etmişlər. Bilirsinizmi? Tur Heyerdal Qobustanda qayaüstü gəmi təsvirlərinə baxarkən bildirmişdir. Bunlar dünyanın ən qədim gəmi şəkilləridir. Onlar bu gəmiləri xüsusi qamışdan düzəldiblər. Bu şəkillər varsa, qamış növü də burada olmalıdır. Qədim Misirlilər də buna oxşar qamışdan gəmilər düzəltmişlər. Tur Heyerdal alimlərimizlə birlikdə Xaçmaz rayonunun Yalama qəsəbəsindən cənuba doğru yavaş-yavaş bütün Azərbaycanı gəzmişdir. Müxtəlif ölkələrdən olan səyyahlar da onunla olmuşlar. Nəhayət, Səlyandan cənubda axtarılan qamış növü tapılır. Bundan sonra hamı əmin olur ki, Azərbaycanda gəmilərin hazırlanması üçün yerli xam mal da var imiş. Məşhur səyyah Qobustanı açıq səma altında muzey adlandırmışdır. Qobustan qoruğu öz nadir tapıntılarına görə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir. Hazırda orada Qobustan Dövlət Tarixi və Bədii Qoruğu fəaliyyət göstərir. UNESCO Birləşmiş Millətlər Təşkilatının elm, təhsil və mədəniyyət üzrə ixtisaslaşmış qurumudur. Уважаемые зрители, если вам нравятся наши видеоуроки, то ставьте лайк и подписывайтесь на наш канал.